Bir neçə gün əvvəl Amerika Birləşmiş Ştatları dövlət katibi ilə prezident İlham Əliyev arasında telefon danışığı baş tutmuşdu. Lakin Dövlət Departamentinin saytında danışığın xülasəsi yerləşdirilərkən dövlət başçımızın toxunduğu vacib məqam, Ermənistanın konstitusiyasından irəli gələn nüanslar dərc edilməyib. Sülh danışıqlarının aparılmalı olduğu bir məqamda Ermənistanın ölkəmizə ərazi iddialarını davam etdirməsi, Birləşmiş Ştatların bu məsələdə mövqeyi Rüstəm Mikayılzadənin süjetində. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antony Blinkenin iyunun 20-sində prezident İlham Əliyevlə telefon zənginə dair açıqlama Dövlət Departamentinin saytında təhrif edilərək dərc olunub. Belə ki, telefon danışığında prezident İlham Əliyevin Ermənistan konstitusiyasına diqqət çəkməsinə baxmayaraq, Dövlət Departamenti insan haqları ilə bağlı müzakirələrə əsas götürüb. Dövlət Departamenti yaydığı bu açıqlama dərhal Azərbaycan əleyhinə olan qüvvələr tərəfindən Azərbaycana qarşı hücum üçün yeni bir əsasa çevrildi. Birləşmiş Ştatların özünün insan hüquqlarından danışmaqdan haqqı yoxdur. Birləşmiş Ştatlar çoxdan bu mənəvi haqqı itirib. İnsan hüquqları, demokratiya artıq uzun illərdir ki, Birləşmiş Ştatların əlində müasir müstəmləkəçilik, imperialist siyasətinin bir alətinə çevrilib. Ekspertlər hesab edir ki, Vaşinqtonun dövlətlər arası münasibətlərdə bu növ dırnaqarası redaksiyaya yol verməsi qarşı tərəfə olan qərəzin göstəricisidir. Rəsmi Bakını Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanla tezliklə sülh sazişi imzalamağa çağırması isə Vaşinqtonun İrəvanın maraqlarına kökləndiyindən xəbər verir. Əgər rəsmi şəkildə, hüquqi müstəvidə, konstitusiyon səviyyədə bir ölkə digər ölkəyə qarşı ərazi iddialarını davam etdirirsə, onunla hər hansı bir formada sülh müqaviləsinin imzalanması mümkün deyil. Çünki bu heç bir halda ölkənin yenidən eyni prinsipləri, yəni müstəqillik bəyannaməsində yer alan konstitusiya ilə təsbit edilən eyni iddiaları irəli sürməyəcəyinə bir zəmin yaratmır və etimadlı münasibətlərin də formalaşmasına imkan vermir. Siyasi müşahidəçilərin fikrincə Birləşmiş Ştatların Ermənistanla əməkdaşlığı gücləndirmək fonunda Azərbaycan və Gürcüstana müxtəlif yollarla təzyiq göstərmək cəhdi bu ölkələri özünün siyasi girovuna çevirmək istəyindən xəbər verir.